gün bir anlıq dayan və özündən sorur. Mən bu 7 gündə nə qədər köhnə düşüncələrimdən azad olmuşam. İçimdə hansı yeni qapılar açılıb. Sən artıq dəyişməyə başlamısan. Sənin içində yeni həyat var, yeni güc, yeni seçimlər var. Təbrik eləyirəm, dəyərlim mənim. Sən güzgü ilə işləməyin ilk mərhələsini, yəni birinci həftəni tamamladın. Bu özünü seçməkdir. Səninlə fəxr edirəm. Çünki sən bu yolu şuurlu şəkildə seçdin və 7 gündür ki, hər gün güzgünün qarşısına keçib öz varlığını, öz nurunu qucaqlayırsan. Bu çox dəyərlidir. Güzgü ilə işləmək bəzən zaman alır, amma 21 gün boyunca özünü şəfalandırmaq üçün işləməyə qərar verməyin artıq sənin nə qədər cəsarətli olduğunu göstərir. İlk nə qədər məşq eləsən, bir o qədər tez nəticə alacaqsan. Əgər hələ də güzgüyə baxanda biraz utanırsan ya da narahatlıq hiss edirsənsə, bu tamamilə normaldır. Əksər insanlar üçün mən səni sevirəm, mən səni həqiqətən sevirəm demək heç asan deyil. Bu cümlələri ürəkdən, rahatlıqla demək üçün bəlkə də bir neçə həftə, bir ay zaman lazım ola bilər. Amma narahat olma, səbr elə və o an gələcək və o an gələndə həyatın dəyişəcək. İşıq gələcək, yumşalma gələcək, huzur gələcək. Bu 7 gün ərzində güzgü artıq sənin sirdaşına çevrilib. Artıq sən ona yalnız bədənini deyil, ruhunu da göstərirsən. Sən güzgü vasitəsilə öz düşüncələrinə qulaq asdın. Öz içindəki səsini eşitdin. Və ilk dəfə bəlkə də özünə sevgi ilə baxdın. Bu özünü sevməyin ən saf və ən güclü formasıdır. Bu özünə verdiyin ən qiymətli hədiyyədir. Sən hər məşqdə biraz daha özünə yaxınlaşırsan, hər dəfə biraz daha öz dəyərini hiss edirsən. Sən içindəki mənə sevgi olmaz, mən yetərli deyiləm kimi köhnə düşüncələri bir-bir buraxırsan. Özünü günahlandırmaq için də daşdığın o köhnə yaralar səni yoran, saxlayan bağlardır. Amma sən artıq onları bir-bir kəsib, onlardan azad olmağa başlayırsan və azad olduqca bu anın gözəlliyini yaşamağa başlayırsan. Bilirsən, biz hamımız uşaq vaxtı eşitdiyimiz negativ sözlərə inanmağa meyilliyik. Amma səndə artıq elə bir güc var ki, rahatlıqla deyə bilirsən ki, keçmişdən gələn negativ inanclar mənə aid deyil. Mən daha onlara inanmıram. Sən güzgü qarşısında hər dəfə negativ fikri müsbətə çevirəndə keçmişin ağırlıqlarından bir-bir azad olursan. Sən hər gün bir təbəqə soyursan, sanki bir soğan kimi, amma bu dəfə göz yaşına yox, şəfa ilə. Sən hər dəfə mən səni sevirəm deyəndə içində illərlə donmuş, səni sıxan, donduran bu bloklar əriyir, çözülür, yox olur. Səni qorumaq üçün qurulan o sərt divarlar bir-bir kərpic kimi sökülür. Bəli, o divarlar illərlə qurulub. Bəlkə də heç sənin xəbərin olmayıb. Amma indi sən oyanmısan və sən bu divarları öz gücünlə, sevginlə sökürsən. Bəlkə biraz zaman alacaq, amma sən artıq başlamısan və hər dəfə bir blok çıxanda içinə daha çox nur, daha çox sevgi dolur. Sanki o divarda çatlar açılır və içindən işıq sızır. Sən sevgi sözlərinə ürəkdən inanmağa başlayanda o köhnə divarların içində böyük bir sevgi enerjisi axmağa başlayır. Ən gözəl həqiqət isə budur. Sənin həyatında nə baş verirsə versin, onu sağaltmağın ən gözəl yolu sadəcə özünü sevməkdir. Bəzən içindən bir səs səni danlaya bilər, səni aşağı çəkməyə çalışa bilər. Bu səslər gəldikcə rahat ol. Bu sadəcə səni dəyişməyə çağıran bir siqnaldır. Yəni artıq o səs üzə çıxıb və sən onu işığınla sağalda bilərsən. Bil ki, sənin sadiq bir dostun var. Güzgün, həmişə yanında olan, səni sən kimi görən, səni gözləyən, dinləyən bir güzgün var. O sənə deyir, sənə baxıram və sənə inanıram. İndi güzgünün qarşısına keç, öz gözlərinin içinə bax və ürəkdən de. Mən sevgiyə layiqəm. Mən bir həftədir ki, özümdə olan sevgini qeyd edirəm və burada güzgün mənə kömək edir. Mən artıq özümü daha gözəl, daha sevilən, daha güclü görmək istəyirəm. Bu sözləri 10 dəfə təkrar elə. Öz adını da de. Mən səni sevirəm. Adını de. Mən səni həqiqətən sevirəm. Adını de. Güzgü ilə işlədiyin üçün səninlə qürur duyuram. Adını de. İndi alnına bax. Təsəvvür elə ki, orada bir düymə var. Ona yumuşaq basırsan və illərlə beynində dönən o köhnə negativ düşüncə artıq çıxmaq üzrədir. Əlini qaldır və o faylı başından çıxarıb atdığını təsəvvür elə. Onu beynindən, zehnindən, ruhundan getdiyini gör və de. Mən səni buraxıram. Mən artıq sən deyiləm. Və yeni proqram yaz. İndi yenidən gözlərinin içinə bax və təsəvvür elə ki, sən beyninə yeni bir sevgi dolu proqram yazırsan. Bu proqramda bunlar yazılıb. Mən güclüyəm. Mən sevgiyə layiqəm. Mən dəyərliyəm.
Mən şəfa içindəyəm. Mən bu dünyaya nur gətirirəm. 7-ci günün mesajı. Yaşadıklarım mənim yolumdur. Sənin yaşadıkların sənin üçün doğrudur, lazımlıdır və səni oyadan həyat dərsləridir. Biz bu həyata gələndə ilk böyük qapıdan keçdik və o andan etibarən hər addımda yeni qapılarla qarşılaşdıq. Hər qapı bir fürsət idi, bir dərs idi, bir böyümə çağırışı idi. Bütün bu təcrübələr sənin böyüməyin, oyanışın üçündür. Bu həyatda bolluq, bərəkət, sevgi, bilik, hər şey var. Sənə lazım olan bütün cavablar öz içindədir. Sadəcə dinlə. Sənin ehtiyac duyduğun bütün qabiliyyətlər, istedadlar, nur sənin içindədir. İçindəki sevgi hər şeyi şəfalandıracaq qədər güclüdür. Həyat səni qorumaq və dəstəkləmək üçün var. Sən sadəcə inanmağa başla. İnandıqca həyat sənə yolları özü açacaq. Qapılar daim açılır və bağlanır. Hər bağlanan qapının arxasında yeni bir başlanğıc var. Hansı qapıdan keçirsənsə keç. Əgər özünü eşidirsənsə, sən güvəndəsən. Hətta bu dünyada ən son qapıdan keçəndə belə bu son deyil. Bu sadəcə başqa bir macəranın başlanğıcıdır. 7-ci günün meditasiyası. Mən ruham. Mənim varlığım bədənlə məhdudlaşmır. Mən işıqdanam, sevgidənəm. Biz bu dünyanı yalnız öz içimizi şəfalandıraraq xilas edə bilərik. Əgər biz bir niyyətlə birləşsək, bütün suallara cavab gələcək. Bil ki, sənin içində bir hissə var, bədənindən də böyükdür, xəstəliklərdən də, keçmişdən də böyükdür. Sənin içində bütün münasibətlərdən üstün, əzəli və əbədi bir ruh var. Bu ruh safdır, güclüdür, dəyişməzdir. Biz bu dünyada varıq ki, özümüzü sevək, bir-birimizi sevək və sevgi ilə şəfa olaq. Biz qeyri-adi, dəyişkən, müqəddəs bir dövrdəyik. Hər şey gözümüzün qabağında dəyişir. Bəlkə də hələ də tam dərk eləyə bilmirik, amma axınla gedirik. Bu da keçəcək və hər şey öz yerinə düşəcək. Biz ruh səviyyəsində birik. Biz bütövük, azadıq və bu bir həqiqətdir.